Yenə ofişi itirmişəm, harda tapmışam? Ofişi düz uşaq paltarlarının yanında tapmışam. Demək, ofiş səni təbrik edirəm. Sən uşaq paltarlarının yanındasan. Çox sağ ol. Bəzi təqdimatçılar eləyirlər. Demək, dostlar, Brent House-a yeni cici bəbələrin paltarları gəlib. Allah bütün ailələrə, gənc ailələrə nəsib qismət eləsin. Qurban Allaha. Vay Allah, adam elə paltarlara baxır, ürəyində fikirləşir, ofiş görürsə mən də o boydan olmuşam. Olmuşsan. Sən oğlan paltarları gey. Evet, bu necə şirin. Evet, elə bir ki ürəklərinə damıb ki, ofişin qızı olacaq. Çox gözəl. Çox gözəldir həqiqətən. Özdə materialları da mükəmməl, rəng çeşidlərini də dəbə uyğun gətiriblər. Bu il bu yaşıl rəngi görürsüz, çox dəbdədir. Çocuklarınızı belə geyindirin. Çox sağ ol, Uşaq çox sağ ol. paltarlarından mağazamızda sizi gözləyirik. Ofeliya xanım, təşəkkür edirik sizə bu cürə təqdimata görə. Həqiqətən çox duyğusal və gözəl geyimlər bizə göstərdin və məsləhətini bildirdin. Minnətdarıq Ofeliya xanım. Ay Allah, o ofiş əsi içində al gəlini geyinər. Bu ən arxadakı olan Hər il balacalaşır. Qurban Allah. İnanmırsan? Ay Allah. Əslində yeni doğulan uşaqların sənin əynində paltar razı